Toplamda 19.000-ə yaxın adam videoya baxıb, 1900 nəfər tərəfindən video bəyənilib. Qadındır, videoları ona görə baxılır. Məsələn, burada bu gördüyünüz çirkinliyi və s. şəklini çəkirəmişik. Salam, hər vaxtınız xeyir. Bu videoda mən necə məzmun hazırlayıram, sizə bunu göstərməyə çalışacağam. Videonun əsas məqsədi sizi mənlə eyni səhifəyə gətirməkdir. Mən o səhifədəyəm ki, düşünürəm bir məzmunun uğurlu alınması şansdan daha çox bacarıq və bu sahə ilə bağlı çoxlu kiçik detalların bilməsi ilə bağlıdır. Misal üçün aranızda xatırlayanlar olar, Şəhla xanımla biz podkast çəkmişdik. Şəhla xanım sadəcə 7000 izləyicisi olan bir Instagram bloger idi. Lakin 7000 izləyicisi olmasına baxmayaraq onun əksər videosu 40.000, 50.000 arası izlənir. İnsanlara bunu göstərib soruşsan ki, bu necə olur, necə mümkündür? Əksəriyyəti böyük ehtimalla deyər ki, qadındır, videoları ona görə baxılır. Sonra reklama qoyur, baxdırır. Bahalı həyat tərzi var. Videolar ona görə baxılır və bu formada fərqli səbəblər gətirərlər. Lakin mən düşünürəm ki, belə deyil. O zamanla o qədər məzmun yaradıb ki, onun məzmun yaratma bacarığı formalaşıb, bir məzmunu görə bilmə və adi bir məzmunu daha yaxşı ala gətirə bilmə bacarığı formalaşıb və bunun nəticəsində onun videoları 40.000, 50.000 izlənir, baxmayaraq ki, sadəcə 7.000 izləyicisi var. Bu videoda mən çalışacağam öz təcrübəmi sizlə bölüşüm. Biz daha çox komanda olaraq işləyirik. Əksər Azərbaycanda məzmun yaradıcısı belə işləmir və komanda olaraq necə təşkilatlanırıq, bunu sizlə bölüşməyə çalışacağam. Gəlin əvvəlcə sizə sistemimizi təqdim edeyim. Sistem dedikdə bu bir proqram təminatıdır. Bunu mən özüm hazırlamışam. Komandamızın daha yaxşı təşkil olunması, daha məhsuldar formada video hazırlaya bilməyimiz üçün bunu hazırlamışam və bunun mənbə kodu mənə aid olduğuna görə bunu zamanla inkişaf etdirirəm və komandaya daha uyğun hala gətirirəm. Məsəl üçün bir şey baş verir, oradan biz bir dərs çıxardırıq, mən sistemi ona uyğun olaraq inkişaf etdirirəm. Burada gördüyünüz kimi belə bir Kanban board var. Kanban ümumiyyətlə standart bir anlayışdır. Bir növ məhsulun, burada da bizim məhsulumuz məzmundur. Müəyyən proseslərdən keçərək əsas hissəyə getməsi başa düşülür. Bir çox layihə idarə etməsində istifadə olunur. Mən də məzmun yaradıcılığında Kanban board istifadə edirəm. Bizim bir komandamız var. O komandanın hamısının bu boarda çıxışı var və onlar məzmunları görürlər və məzmunların üzərində işlədiklərini sistem vasitəsilə bəyan edirlər. Burada proses oradan başlayır ki, mənim ağlıma bir məzmun ideyası gəlir, mən onu sistemə əlavə edirəm. Biraz sonra bu detalları daha ətraflı danışacağıq. Daha sonra onun çəkilməsinə qərar verilirsə, mən onu daha üst sıraya gətirirəm, işləməyə başlayıram və video çəkildikdən sonra artıq keçir editing mərhələsinə. Video üzərində olan bir çox proses isə editing mərhələsində baş tutur. Daha sonra ictimaiyyətə açıq hala gələndə isə ən son hissəyə keçirilir, ready to publish hissəsinə keçiririk və oradan da videonu hansı kanallarda yayımlayacaqsa, orada qeyd edirik və bu formada videomuzu müxtəlif kanallarda, misal üçün TikTokda, Instagramda və ya YouTube'da yayımlayırıq. Biraz əvvəl dediyim kimi video birinci başlayır ideya mərhələsindən. İdeya mərhələsi belə bir mərhələdir ki, mən küçədə yeriyəndə, duş alanda və s. ağlıma bir məzmun ideyası gəlir. Bunu mümkün qədər tez müddətdə detallı olaraq qeyd etməyə çalışıram. Olduğum yerdən asılı olaraq müxtəlif qeyd etmə vasitələrim var. Misal üçün, əgər yazmağa uyğunsuz bir yerdəyəmsə, WhatsApp vasitəsilə özümə səs göndərirəm. Biraz daha uyğun bir yerdəyəmsə, süni intellekt alətlərinin səsdən yazıya çevirmə funksiyası vasitəsilə qeyd edirəm. Amma mərhələni fərqli eləyən odur ki, ideya ağla gəldikdə mümkün qədər tez müddətdə məzmunu mümkün qədər detallı formada qeyd etmək. Və bu qeydlər çox olur. O qədər çox olur ki, bunların hamısının çəkilməsi mümkünsüz olur. Yəni hal-hazırda misal üçün gözləmədə olan 300-ə yaxın video var. Bu videolar zamanla üst sıraya gələrək çəkilir. Amma düzünü desəm, daima yeni videolar əlavə olunduğu üçün videoların çoxu arxa planda qalır. Burada dəyərli olan videoların itməməsi üçün müxtəlif kateqoriyalaşdırma sistemi var. Misal üçün Priority 5, Priority 4 bu formada onları kateqoriyalaşdırmışıq ki, Priority 5'lar daha irəli çıxsın və biz onları uzun müddətdə daha irəliyə çəkə bilək. Sistemin bizə qatdığı bir digər şey isə prosesi ölçə bilməyimizdir. Misal üçün, gəlin elə işıq dirəkləri videosunun üzərindən gedək. Burada gördüyünüz kimi belə bir məzmundur və bunun müxtəlif mərhələləri var. Bu mərhələlərdən biri, məsələn, məzmun mərhələsidir. Mən məzmunu yazarkən burada zaman sayğacını başlatmışam və zaman sayğacının nəticəsində məzmuna nə qədər vaxt ayırdığımı görə bilirik. Daha sonra yerində çəkiş eləmişəm. Bu məzmun elə bir məzmundur ki, yerində çəkiş etməyə ehtiyac olub. Yerində çəkiş etmişəm. Orada da yenə mərhələni başlatmışam və bunun nəticəsində də biz nə qədər yerində çəkişə vaxt gedildiyi bilinib. Daha sonra studiya şəraitində
çəkiliş etmişəm. Yenə bunu da qeyd etmişəm və bütün bu mərhələlərə nə qədər vaxt gedildiyini ölçə bilmişik. Ümumilikdə isə bu videoya hələ ki 12 saat vaxt ayrılıb. Bunun 5 saat 57 dəqiqəsini mən ayırmışam. Geri qalanını isə komanda üzvləri tərəfindən ayrılıb. Bu videoya normaldan çox mən vaxt ayırmışam. Adətən mənim ayırdığım vaxt komanda yoldaşlarıma ayırdığı vaxtdan bir təxminən 3 dəfə, 4 dəfə daha az olur. Çünki mənim üzərimdə olan əsasən məzmun və çəkiliş hissəsidir. Videonun əvvəlində də dediyim kimi biz davamlı olaraq bu sistemi irəlilədirik. Məsələn, hal-hazırda üzərində işlədiyim modul, bunu hələ ki komanda olaraq tətbiq etmirik, amma mən bunu belə bir şeyə ehtiyac görürəm və istəyirəm ki, sistemimizə bunu da daxil eləyək və bunun da bizə gətirdiyi nemətlərdən faydalanaq. Məsələn, gördüyünüz kimi belə bir hissə var. Bu hissədə mən skripti daxil edirəm, daha sonra bunu səhnələrə bölürəm və daha sonra səhnələr üzrə burada işləyərək ağlımda olan detalları, orada istifadə olunacaq əlavə materialları sistemə qeyd edirəm. Bunu bu məqsədlə nəzərdə tutmuşam ki, bir növ hal-hazırda bizim mövcud iş axışında belə bir problem var ki, mənlə videonu montaj edən arasında kommunikasiya problemləri olur. Mən ağlımda bir şey tuturam, onun ağlında isə bir başqa şey formalaşmış olur. Bəzən editorun ağlındakı yaxşı olur, bəzən mənim ağlımdakı yaxşı olur. Buna görə mən bu prosesi inkişaf etdirmək üçün məsələn belə bir modulun üzərində işləyirəm və zamanla, böyük ehtimalla bunu da öz iş axışımıza qata biləcəyik. İdeya mərhələsindən sonraki mərhələ yerində çəkiliş mərhələsidir. Hər videoda bu mərhələ olmur, lakin bu işıq dirəkləri videosu üzərindən biz hal-hazırda danışırıq. Bu işıq dirəkləri videosunda bu mərhələ var idi və mən o mərhələni yerinə yetirən zamanda çəkiliş etmişəm. Ona baxa bilərik. Bu mərhələdə videonun hazırladığım əraziyə gəlmişəm. Bəzi videolarda bu formada hissələr olur və həmin ərazidə çəkiliş aparıram. Məsələn, burada bu gördüyünüz sirkinliyin və s. şəklini çəkirəm ki, o qısa videoda bunu istifadə edeyim. Və eyni zamanda ərazidə olan bu dirəkləri də bu mərhələdə qeydiyyatını aparacağam. Yəni neçə dirək var, hansı kateqoriyaya aiddir və s. bunların hamısını bu mərhələdə qeydiyyatını aparacağam və qeydlərimdə qeyd edəcəm. Bu mərhələdə mən montajçının videonu hazırlamaq üçün ehtiyacı olacaq real materialları toplayıram. Əgər şəkil lazımdırsa, şəkli çəkirəm, video lazımdırsa bu videonu yerində gedib çəkirəm. Daha sonraki mərhələ isə videonun skriptinin hazırlanmasıdır. Mən istənilən videonu çəkməmişdən əvvəl videonun məzmununu tam olaraq yazıram. Bu izləyənlərə, yəni sizə biraz çox gələ bilər, ağır bir proses kimi gələ bilər, amma bu dövrdə süni intellekt alətləri bizə o qədər dəstək olur ki, əslində bu proses olduqca sadələşib. Misal üçün mən bunu səsdən yazıya çevirmə aləti vasitəsilə edirəm və çox vaxt getmir buna. Təxminən 15-20 dəqiqə vaxt gedir bu yazı mərhələsinə. Lakin bunun qarşılığında videonun daha keyfiyyətli alınması üçün müxtəlif fürsətlər qazanmış oluruq. Bunlardan biri skriptin üzərindən keçib, yəni hansı sözləri deyəcəmsə o sözlərin üzərindən keçib, dəyişikliyə ehtiyac varsa dəyişiklik etmək, bəzən bir fikrin daha qüvvətli çatdırılması üçün sinonim sözlərdən birinin istifadə olunması daha yaxşı olur. Mən bu mərhələdə yazının üzərindən keçərək o sözü dəyişirəm və daha yaxşı versiyasına çevirirəm. Bundan əlavə mənim diksiyamda müəyyən qüsurlar var məsələn üçün. Müəyyən sözləri yanlış tələffüz edirəm. Bu mərhələdə yanlış tələffüz etdiyim sözlər varsa, onları qeyd edirəm və bunun nəticəsində videonu səsləndirən zaman həmin yanlışları etməmiş oluram. Bundan əlavə bəzən bu mərhələdə çətin sözləri asan sözlərlə əvəz edirəm və s. İndi isə növbəti çəkiliş mərhələsindəyik. Bu mərhələdə studiya şəraitindəyəm və bu formada bir arxa işığım var, hansı ki bunu divara doğru vururam, kreslonun arxasında qalır və bunun nəticəsində divar daha maraqlı, daha yaxşı tonda görsənir. Bunu montaj mərhələsində əslində etmək olar, amma burada çox daha rahatdır və daha təbiidir. Əlavə olaraq belə bir studiya işığı var. Daha yumşaq təbii işıq almaq üçün də grid istifadə edirik. Daha sonra isə skriptimi bu hissədə açmışam və bu kamerada, bu formada buradadır. İndi geriyə qalan sadəcə kameraya doğru skripti oxuyaraq, bəzi hissədə özümü də çəkərək, bəzi hissədə isə sadəcə səsləndirərək video üçün lazım olacaq video və səs materiallarını hazırlamalıyam. İndi isə növbəti mərhələyə keçə bilərik. Bu mərhələ animasiya materiallarının hazırlanması mərhələsidir. Bu animasiya işinin bir hissəsi videonu montaj edən tərəfindən edilir. Bir hissəsi isə mənim tərəfimdən edilir. Çünki bəzən mənim ağlımda bir canlandırmaq istədiyim bir şey olur
bu daha çox iqtisadi mövzularla bağlı olur ki, onu mən müəyyən formada canlandırmaq istəyirəm. Deyək ki, məsələn, Bolt videosunda şəhərimizin üzərində çoxlu olan skuturlar və ya Bolt maşınları, məsələn, bu məzmunu yazan adamın əksər halda ağlında olası bir şeydir. Çünki montaj eləyən o sahədə ixtisaslaşmadığı üçün onun üçün elə bir şeyi düşünmək çətindir və nəticə olaraq bunu mən hazırlayıram. Bəzən isə mən bu ideyanı montaj edən şəxslə bölüşürəm, o özü hazırlaya bilir. Biz montaj üçün də yenə süni intellekt istifadə edirik. Gəlin nə istifadə etdiyimizi və necə istifadə etdiyimizi sizə göstərim. İstifadə etdiyimiz süni intellekt Claude-un Remotion sistemidir. Bu Remotion bir növ siz ağlınızda olanı yazılı olaraq deyirsiniz və lazımi materialları təmin edirsiniz. O da bunu animasiya olaraq hazırlayır. Normalda bir peşəkar animasiya hazırlayan tərəfindən 6-7 saata hazırlanan video bu süni intellekt aləti vasitəsilə bəlkə də dəqiqələr içərisində hazırlana bilir. Misal üçün işıq dirəkləri videosunda mənim belə bir məzmuna ehtiyacım var idi ki, mən bizim kəndin xəritəsini yerləşdirib bu xəritənin üzərində elektrik dirəklərini göstərmək istəyirdim və eyni zamanda digər dirəkləri göstərmək istəyirdim. Bunu məsələn bu animasiya proqramı vasitəsilə etdik. Təxminən 15 dəqiqə ərzində bu proses baş tutdu. Aranızda burada sadaladığım müxtəlif mərhələlərlə bağlı maraqlı olanlar varsa və sizin mən fikrinizi götürüb bizim məzmun siyahısı üzərinə qeyd edərəm və biraz əvvəl danışdığımız Priority 5 sözü də verməsəm, Priority 4 ilə ora yerləşdirərəm və gələcəkdə sizə daha maraqlı olan məsələ haqqında da videolar çəkə bilərəm. Bu arada böyük ehtimalla artıq bir çoxunuz arxa tərəfdə nə qədər işin görüldüyünü hiss etmisiniz. Elə videonun əvvəlində də çatdırmaq istədiyim bu idi ki, insanlar adətən bunu görmürlər, sadəcə baxırlar, videosu tutur deyirlər, amma əslində böyük zəhmət olur. Bu təkcə mənə aid deyil, bir çox məzmun yaradıcısına bu formada aiddir və bu prosesdə mənə dəstək olmaq istəyirsinizsə, videonu dostlarınızla bölüşə bilərsiniz, videonu YouTube alqoritmi üçün bəyənə bilərsiniz, kanala abunə ola bilərsiniz və eyni zamanda rəy yazaraq da öz dəstəyinizi göstərə bilərsiniz. Bu videoları mən öz şəxsi rifahımdan daha çox ictimai rifah üçün çəkirəm, cəmiyyətin maarifləndirilməsi üçün edirəm, cəmiyyətin iqtisadi prosesləri daha yaxşı başa düşməsi üçün edirəm. Ona görə düşünürəm ki, mənim videolarımın daha çox adama çatması müəyyən qədər sosial məsuliyyətlə də bağlı olan bir məsələdir. Sizi də bu məsuliyyətə dəvət edirəm. Və biz komanda olaraq əslində bu istifadə olunan alətləri dünyada düşünürəm ki, ən sonuncu səviyyədə istifadə edən adamlarıq. Məsələn, bu Remotion aləti, yəni süni intellektlə video hazırlama aləti çıxandan sadəcə 4 gün sonra artıq bizim komanda bunu istifadə etməyə başlamışdı. Bundan əlavə biz Remotion'un da üzərinə müəyyən sistemlər quraraq Remotion'u daha effektiv formada istifadə edirik. Məsələn, bunlardan biri mənim düzəltdiyim belə bir alətdir ki, bu alət vasitəsilə biz bura hansı şəklin üzərində işləmək istəyiriksə onu yerləşdiririk və daha sonra burada məsələn istəyirik ki, bura deyək ki, təyyarə işarəsi qoyaq və həmin təyyarə buradan, deyək ki, Qazaxıstandan Portuqaliyaya keçsin. Məsələn, bir dənə də bura işarə qoyuruq və burada sistem üzərindən bu hər ikisinin koordinatlarını götürürük və bunu Remotion'da verərək bu şəklin üzərində belə bir animasiya istəyirəm və bu koordinatlar arasında bu animasiya baş tutsun. Bunu demək üçündür bu alət. Bundan əlavə başqa funksiyonallıqlar da var burada çoxlu. Amma bu funksiyonallıqların hamısı insanın Remotion'dan daha effektiv formada danışa bilməsi, ona prompt dediyimiz insan dilinə uyğun olan yazılı əmrləri daha yaxşı formada verə bilməsi üçündür. Növbəti mərhələ montaj mərhələsidir. Baxmayaraq ki, mən 200-dən çox video çəkmişəm, lakin mənim videolarımın heç biri mənim tərəfimdən montaj olunmayıb. Mən bu məsələdə delegation adlandırdığımız yanaşmadan istifadə edirəm. Nədir delegation? Delegation işin başqasına yönləndirilməsidir. Mənim komanda üzvlərim sağ olsun bu işi öz üzərlərinə götürüblər. Mənim üçün videonu montaj etmək olduqca çətin və darıxdırıcı bir prosesdir. Mən videonun montajına ayırdığım vaxtı daha yaradıcı, daha maraqlı məzmun düşünməyə ayırmaq istəyərəm. Çünki o istiqamətdə ayırdığım vaxt, o istiqamətdə gördüyüm iş mənim eyni zamanda özümü inkişaf etdirdiyim istiqamətdən üst-üstə düşür. Yəni mən daha yaradıcı məzmun yarada bilmək, daha çox izlənəcək məzmun yaratmaq istiqamətində özümü inkişaf etdirmək istəyirəm və hər məzmun yazanda özümü o istiqamətdə biraz da olsa təcrübə qazanmış və inkişaf etmiş sayıram. Amma videonu montaj etmək bu məqsədə xidmət etmir. Ona görə mən bütün hallarda
videolarımın montaj işini komanda yoldaşlarıma ötürürəm. Deməli, mən bu prosesə başlayan zaman mənə bir məşhur, uğurlu, baxımlı kanalı olan YouTuberla yollarımız kəsişdi. Mən düşünürdüm ki, o delegationu istifadə etmir və bu hiss olunur onun işindən. Çünki videolarını çatdırıb yayımlamağa vaxt çatdırmır, bundan daima şikayət edir. Və planlayırdım ki, onunla real olaraq görüşəndə ona bu təklifi verərəm ki, bəs bu formada edə bilərsən. Bu sənin üçün daha yaxşıdır və s. belə bir təklif verə bilərəm. Daha sonra görüşdüyümüz gün o təbii ki, məndən daha təcrübəli olduğu üçün mənə sən dəlicəsinə iş görürsən, belə iş görmək olmaz. Sən videolarını özün montaj eləməlisən. Qəti şəkildə başqalarının video montaj eləməyinə icazə verməməlisən. Dediyində müəyyən qədər həqiqət var. Çünki həqiqətən videonun məzmun yaradıcısı özü montaj eləyəndə müəyyən qədər orada əlavə dəyər yaranır. Çünki çəkən zaman gördüyü ilə montaj prosesində etdiyini birləşdirir və ortaya daha dəyərli bir şey çıxmış olur. Lakin çoxlu mənfi tərəfləri var. Bir çox şey həyatda belədir. Buna deyirik trade-off. Yəni bir şey əldə edəndə bir şey də itirməli olursan. Mən bu itirdiyim şeylə əldə etdiyim şeyi müqayisə etmişəm və hesablamam nəticəsində videonun montaj mərhələsini başqasına yönəltməyin daha çox şey mənə qazandırdığını müşahidə etmişəm. Və buna görə videonu özüm montaj etmirəm, bunu komanda yoldaşlarıma ötürürəm. YouTuberla bağlı olan hissəsini sizə ona görə dedim ki, həyatda görürsünüz, bizim özümüz haqqımızda fəxr etdiyimiz, ən doğru etdiyini gördüyümüz şeylər belə başqaları tərəfindən tamamilə əks istiqamətdə edilərək uğur əldə edilə bilir. Bu da həyatın çox maraqlı həqiqətlərindən biridir. Uğur adətən bu formada görülür ki, güya ki bir yol var, o yolu tapdın və o formada uğur qazanırsan, amma əslində elə deyil. Çoxlu fərqli yollar var. Hətta indiyə qədər heç kimin o yolu getməyib, o yolu gedərək uğur əldə edə bilmədiyi yolda belə kimlərsə yeni metodlar tətbiq edərək uğurlu ola bilər. Ona görə öz gördüyünüz iş stilinə inanırsınızsa, ona güvənirsinizsə, o yolda davam eləmək düşünürəm ki, sizin üçün daha qiymətli olacaqdır. Təbii ki, başqalarının təcrübəsini dinləmək lazımdır, amma sonda doğru bildiyinizi etmək lazımdır. Hətta doğru bildiyinizin illər sonra səhv olduğunu öyrənmiş olsanız da o yolda davam etmək lazımdır və buna görə peşman olmaq lazım deyil. Mənim düşüncəm və yanaşmam belədir. İndi keçək növbəti mərhələyə, yoxlama mərhələsi. Yoxlama mərhələsi də yenə maraqlı bir mərhələdir. Daha çox mənim tərəfimdən edilir və montaj mərhələsində gözdən qaçan nələrsə varsa və ya mənim fərqli formada nəzərdə tutduğum nələrsə varsa, bunlar qeyd olunur və daha sonra montajçı tərəfindən düzəldilir. Gəlin məsələn bunlardan bir neçəsinə nümunə olaraq baxaq. Məsələn, işıq dirəkləri videosunda belə bir şəkil istifadə olunub. Mərkəzdə deyil, mən düşünürəm ki, mərkəzdə olsa bəlkə daha yaxşı olar. Dəqiq deyil təbii ki, amma məsələn bu fikrimi orada qeyd etmişəm. Əgər montaj edən şəxs də mənlə eyni fikirləşsə, bunu düzəldəcək. Fikirləşməsə isə mənə nə üçün belə etdiyini qeyd eləsə, mənim üçün kifayətdir. Digər formada bu hissə ilə də bağlı bəzi qeydim olub, onu da burada qeyd etmişəm. Bundan əlavə video işlənən zaman maraqlı bir şey baş verdi. İndi siz videonun çəkiliş mərhələsində də bunu görəcəksiniz biraz sonra. Videonu mən çəkən zaman otaqda radiator var və radiatorlar müəyyən qədər səs eləyir. O səs əslində narahat edici səsdir və biz onu təmizləməmişik. Biz o səsi əslində müxtəlif alətlər istifadə edib təmizləyə bilərdik. Amma mən təmizləmək yerinə o səsi fürsətə çevirmək istədim və həmin hissədə olan şəkillər gəlir, gedir və düşündüm ki, o radiatorun səsi ilə şəkilləri sinxronizasiya etsək, bu daha az hiss olunar. Burada bunu etməkdəki məqsəd bəlkə bəzi insanlar tərəfindən bu perfeksionizm kimi qiymətləndirilə bilər. Mənim üçün isə bu sadəcə oyun sahəsidir və öyrənmə sahəsidir. Mən bunu edərək və komandamdan da bu tip şeylər gözləyərək mənim və komanda üzvlərimizin hər yeni işlədiyimiz layihədə öz kreativliyimizin sərhədlərini artırmağa çalışırıq. Yəni hər işlədiyimiz videodan sonra bizim beynimizin kreativ məsələlərə baxan hissəsi biraz daha yaxşı işləmiş olur. Növbəti mərhələ altyazının yazılması mərhələsidir. Biz əvvəllər bu işi mexaniki olaraq edirdik. Yəni skriptimizi istifadə edərək altyazı yazırdıq. Lakin indi süni intellekt alətini istifadə edirik. Bunun üçün Caption AI istifadə edirik və düşünürəm ki, kifayət qədər effektiv alınır. Əvvəlkinə nisbətən çox dəfələrlə daha az vaxtımız gedir və ortaya daha keyfiyyətli iş çıxır. Caption AI süni intellekt istifadə edərək tələffüzdən altyazı çıxartmağa çalışır. Lakin müəyyən xətalara yol verir təbii olaraq. Mənim tələffüz etdiyim sözlərdə və özünün inkişafı ilə əlaqəli olan sözlərdə xətalara yol verir. Misal üçün, mənim gördüyüm qədərilə Azərbaycan dilini inkişaf etdirəndə türk dilində istifadə olunub və bunun nəticəsində bugün sözü məsələn adətən bir yerdə yazılır. Çünki bu türk dilində bir yerdə yazılır bildiyim qədərilə. Bizim dildə isə bugün ayrı yazılır. Bu formada bu
İndi bəlkə bu doğru nümunə olmaya bilər, amma bu formada çoxlu Caption AI xətalar eləyir. Lakin bizim sevimli video editorlarımız onların üzərindən keçərək o tip xətaları müəyyən edib aradan qaldırmağa çalışır. Bəzən gözdən qaçan xətaları çıxmaqla daha yaxşı bir nəticə əldə etmiş oluruq. Növbəti mərhələ paylaşmaq mərhələsidir. Bu ən həyəcanlı mərhələdir, çünki burada saatlarla işlədiyimiz videonun nəticəsini görmüş olacağıq. Mən paylaşmaq mərhələsində sizə bu videoda bəzi hissələri göstərəcəm. O anki hisslərimi də sizdən bölüşəcəm. Paylaşmaq mərhələsi işıq dirəkləri videosu üçün hələ ki baş tutmayıb. Baş tutanda sizlə bölüşəcəm. İndi isə videonun paylaşma mərhələsinə gəlmişik. Bu mərhələ ən maraqlı bir mərhələdir. Bütün əziyyətin öz bəhrəsini göstərəcəyi mərhələdir. Mən çalışıram ki, özümü videoların yüksək baxışı ilə bağlı hər hansı gözlənti içərisinə salmayım. Əgər bir videoya izləyici sayım qədər baxış gəlirsə, bunu artıq müsbət hesab edirəm. Lakin bəzi videolar olduqca çox izlənir, çox bəyənilir. Onlar da qeyri-adi formada adamı daha yaxşı hiss etdirir. Çəkdiyimiz zəhmətin bir növ bəhrəsini görmüş oluruq. İndi görək bu video hansı kateqoriyaya aid olacaq. Videonun paylaşımı üçün mən adətən axşam saatları seçirəm, təxminən 6:30 kimi. İndi isə saat 7-dir. Bu dəfə digər vaxtlara nisbətən biraz daha gec saatda paylaşmış olacağam. Belə, hazır. Videonu artıq hazırladım. Paylaş düyməsinə klikləyirik. Videonu paylaşdıqdan sonra və birinci, ikinci baxış gəldikdən sonra bir müddət Instagrama daxil olmamağa çalışıram. Bunu özümü videonun nəticəsindən çox təsirlənməmək üçün edirəm. Yəni hər hansı bir alqoritmik səbəbi yoxdur. Bəzi adamlar deyir ki, videonu paylaşdıqdan sonra 1 saat daxil olmama alqoritm cəhətdən, yəni bir növ Instagram cəhətdən yaxşıdır. Lakin mən buna çox inanmıram. Mən daha çox öz psixoloji sağlamlığım üçün 1 saat, 2 saat ərzində Instagrama daxil olmamağa çalışıram. Videonu sizə çəkmə məqsədlərimdən biri də işin səhnə arxasını göstərmək, insanların video çəkir, tutur olaraq qiymətləndirdiyi işin arxasında nə qədər böyük, həm mənim tərəfimdən, həm də komanda üzvlərim tərəfindən nə qədər böyük zəhmətin olduğunu göstərməkdir və eyni zamanda nə qədər çətin olduğunu göstərməkdir. Aranızda məzmun yaratmağı planlayan varsa, mənim məzmunumu keyfiyyətli hesab edirsə və bu formada keyfiyyətli bir məzmun yaratmaq istəyirsə, bunun nə qədər çətin olduğunu göstərməkdir. Çətin olduğunu göstərib sizi həvəsdən salmaq istəmirəm, lakin işin şansı olmadığını, həqiqətən də çoxlu kiçik nöqtələri birləşdirərək, prosesin necə işlədiyini, alqoritmin necə işlədiyini başa düşərək, zamanla təcrübə qazanaraq, özünüzü inkişaf etdirərək nəticə almağın mümkün olduğunu göstərmək istəyirəm. Mənim videolarım bəlkə də baxılması baxımından ən çətin kateqoriyada olan videolardır. Yəni gülməli videolar deyil, səyahət videoları deyil. İqtisadiyyatdan danışırıq. Hansı ki, insanların universitetə girib, mühazirələrdə oturub dinləyə bilmədiyi qədər sıxıcı olan mövzudan danışırıq. Buna baxmayaraq videolar 10 minlərlə, bəzənsə 100 mindən çox izlənir. Mən istəyirəm bəzi videoların nəticələrini sizlə bölüşüm və buradan bir daha bu nəticəni əldə etməyimizdə hekayənin parçası olan izləyicilərə, paylaşanlara, repost edənlərə təşəkkür eləmək istəyirəm. Bundan əlavə Instagram səhifəmə dəfələrlə yazıb dəstək olmaq istəyənlər olub, maddi dəstək olmaq istəyənlər olub. Onlar həqiqətən haqlıdırlar. Bu proses çox bahalı prosesdir. Həm istifadə etdiyimiz texnikalar, həm komanda üzvlərinin prosesə ayırdığı vaxt hamısı xərc tələb eləyir. Bu videoların çəkildiyi studiyo şəraiti və s. bunların hamısı xərclər yaradır və mənim heç tanımadığım insanlar tərəfindən mənə yazılaraq dəstək təklif olunur. Bu çox gözəldir. Təşəkkür edirəm bu niyyətinizə görə. Hələ ki belə bir şeyə ehtiyac yoxdur. Xoşbəxtlikdən özüm maliyyələşdirə bilirəm. Uzun müddətdə daha dayanıqlı olması üçün bəlkə buna bənzər müəyyən sistemlər quraq birlikdə. Lakin bugün ehtiyac yoxdur. Gəlin indi maraqlı olan hissəyə qayıdaq, videonun statikasına baxaq. İşıq dirəkləri videosunun hələ ki əlimdə statikası yoxdur, amma digər videolar üzərindən danışa bilərik. Misal üçün belə bir videomuz var. DJ Turalın qəza edən şəxsi sərt formada tənqid etdiyi və onunla haqsız olaraq heç bir empatiya qurmadığını danışdığım, bölüşdüyüm video var. Bu video 17 min izlənib, 69 nəfər bir-birinə göndərib və 5 nəfər də repost edib. Keçək başqa digər videolara baxaq. Məsələn, qanunların təkcə bizə cərimə yazmaq üçün yox, bir yerdə ədalətli formada yaşaya bilməyimiz üçün olan ambulans videosu var. Bu video 33 min izlənib, 7 nəfər tərəfindən repost edilib və 69 nəfər tərəfindən bir-birinə göndərilib. Bundan əlavə turizmlə bağlı olan videomuz var. Azərbaycan turizmini Gürcüstan turizmi ilə müqayisə edirəm. Bu video 88 min izlənib, 900 nəfər tərəfindən bir-birinə göndərilib
və 84 nəfər tərəfindən repost edilib. Bundan əlavə Azərbaycan gəncini Eston gənci ilə müqayisə etdiyim video var. Bu video 7000 izlənib. Bəli, düşünürəm ki, bəzi videolar haqqı verilə bilmir. Özümdə də bunda günah görürəm. Yəqin ki, o videoda nə isə səhv etmişəm və ya təsadüfi olaraq həmin gün başqa bir hadisə baş verib və onun təsiri nəticəsində daha az izlənib. Zamanla öyrəndiklərimizi birləşdirərək, etdiklərimizi daha yaxşı edərək, daha yaxşı nəticələr əldə edəcəyimizə inanıram. Bundan əlavə ipoteka ilə bağlı olan video var. Ən çox izlənən videolardan biridir. O video məsələn 102 min izlənib. Bu videoların hamısını tam səmimi olaraq öz dərdim kimi hiss edərək paylaşmışam. Birlikdə daha yaxşı yaşaya bilmək üçün vacib olduğunu düşündüyüm mövzulardır. Bundan sonra da bu formada videolar çəkməyə davam edəcəm. İndi isə gəldik növbəti mərhələyə. Videonun nəticələrini analiz etmə mərhələsinə. Bu videonu mən paylaşımdan təxminən 5 gün sonra çəkirəm və gəlin görək videonun nəticələri necədir. Gözlədiyimdən qat-qat yaxşı oldu. Yəni sizlə də nəticələri bölüşüm. Toplamda 19 minə yaxın adam videoya baxıb, 1900 nəfər tərəfindən video bəyənilib, 131 nəfər rəy yazıb, 265 nəfər adam ya bağlı olaraq storiesində paylaşıb və ya bir-birlərinə göndərib, 92 nəfər repost edib və 108 nəfər isə öz profilində yaddaşda saxlayıb. Bu sadaladıqlarımın hər biri alqoritm üçün dəyərli statistikalardır. Mənim üçün ən vacib olan statistikalardan biri də neçə nəfərin bu video vasitəsilə məni izləməsidir. Burada da bu rəqəm 260-dır. Yəni 260 nəfər adam bu video vasitəsilə mənlə tanış olub və izləməyə qərar verib. Ümumi olaraq nəticələr olduqca qənaətbəxşdir. Videoya çəkdiyimiz əziyyət demək olar tam öz töhfəsini verdi. Buradan da videonu bəyənib paylaşanlara öz təşəkkürümü bir də çatdırmaq istəyirəm. Onların nəticəsində bu video daha çox adama çatır. Və eyni zamanda sizin də paylaşım və bəyənlərinizin nəticəsində, bildirdiyiniz rəylər nəticəsində bu videoda daha çox adama çata bilər. Bu qədər. Videonun əvvəlində bildirmək istədiyim şeylərdən bir şey də əlavə etmək istəyirəm. Sizinlə tanış etdiyim sistemdə eyni zamanda bizim hədəflər bölməsi var. Mən orada müəyyən hədəflər qoyuram. Bu hədəflər yeni follower qazanmaqla bağlı ola bilər, video sayı ilə bağlı ola bilər və ideya mərhələsindən məzmun mərhələsinə keçdikdə, yəni hansı videoların çəkilməsinə qərar verdikdə, o hədəflərə baxaraq, əgər hədəflərə xidmət göstərirsə video, o videonu seçirəm. Bu yanaşmanı da olduqca vacib hesab edirəm. Təkcə video məzmun yaratmaqla bağlı yox, ümumilikdə həyatda vaxtımızı nəyə sərf ediriksə, bununla bağlı ciddi olmağı, fərqində olmağı vacib hesab edirəm. Son olaraq mən necə olub bu çətinliyə baxmayaraq bu daşın altına əlimi qoymuşam və davam edirəm. Bunu sizinlə bölüşmək istəyirəm. Belə bir söz var, bu söz çox xoşuma gəlir ki, hər insan həyatında bir dəfə çox çətin bir şeyi bacarmalıdır və başa düşməlidir ki, həqiqətən nəticə əldə etmək nə qədər çətindir. Mən bunu proqramlaşdırma öyrənərək aşdığımı düşünürəm. Baxmayaraq proqramlaşdırma o qədər çətin bir şey deyil, bu gün elə qiymətləndirirəm, amma vaxtı ilə çox çətin olmuşdu mənim üçün, bir çox adam üçün də çətin olduğunu düşünürəm. Buna baxmayaraq mən onu öyrənə bilmişəm və nəticə olaraq bundan sonra artıq mənim üçün çətin bir şey demək olar qalmayıb. Sadəcə daha çox zaman alan, daha çox enerji alan kimi baxıram hər şeyə və düşünürəm ki, bu daha doğru baxışdır. Çünki vaxtı ilə təkəri kəşf edən insandan bu gün biz aya gedən insana çevirmişik. Raketi kosmosa göndərib oradan geri gətirəcək potensiala qədər gəlib çatmışıq. Bu onun göstəricisidir ki, zamanla hər şey mümkündür. Elə bu istiqamətlə də mən bütün bu prosesi daima optimizasiya eləyirəm. Bu videoların hamısının çəkilmə, üzərində işlənmə vaxtının qeyd olunmasının səbəbi də optimizasiyadır və uzun müddətdə bu optimizasiyaları sizlə bölüşəcəm. Bu videonun növbəti seriyaları gələcək. Video məzmun sayəsində başqa nə nəticələr əldə edəcəyik, bunların hamısını sizlə bölüşəcəm. Videonun hələ ki sonu olub-olduğunu bilmirəm. İzlədiyinizə görə təşəkkür edirəm. Ümid edirəm faydalı idi. Əgər məzmun yaradıcılığına başlamaq istəyirsinizsə, sizə canı, gönüldən uğurlar arzulayıram. Ümid edirəm ki, məndən daha yaxşı nəticələr əldə edərsiniz. Videonu bəyənməyi, paylaşmağı, abunə olmağı unutmayın. Sağ olun, sağlığına qalın.